Hamınızı kanalımda salamlayıram və bugünkü vlogum qarışıq vlog olacaq. Burada həm yemək bişirəcəm, həm təmizlik işlərini görəcəm, həm evdəki mebellərini dəyişəcəm və bəzi mənim abunəçilərimin xahişi ilə öz işimdən də biraz kadrlar qoyacağım. Burada isə yoldaşım mənə köməklik edir və maşından əti çəkir. Mən isə bu xırda doğranılmış ətləri 2 paketə qoyub buzluğa qoyacağım. Bu dəfə qızlar bir həftəlik yemək hazırlayıram. Bir həftəlik yemək hazırlayıb buzluğa qoyacağım. Hər istədiyimdə çıxardım nəsə bişirmək üçün. İndi isə lazım olan tərəvəzləri təmizləyəcəm, yuyacam, qoyacam. Deməli, biberlərdən mən biber dolması bişirəcəm. Amma kökü isə kotletə, dolmaya, hər bir şeyə əlavə etmək üçün təmizləyirəm və çorkadan keçirəcəm. Deməli, bu qızlar kotlet üçün düzəltmişəm. Həm toyuq, həm də ət. Burada nə var? Burada kabaçok, soğan, kartoşka, bir də kök. İndi bunun suyunu sıxacağım. Görsün nə qədər burada su var. Və 2 tərəfə böləcəm hər iki kotlet üçün. Bir də çörək qatacağım. Ət kotletinə çörək qatacağım biraz. У нас нету сухарей. Котлеты хочешь пожарю быстро? Я уже сделала. Куриные. А? Я уже поела. Toyuq kotletinin içinə qızlar deməli nə əlavə etdim? Qoland pendirin kəsirəm belə uzunlamasına və içində kotletin içində gizlədirəm və bişəndən sonra çox gözəl olur. Kotlet bişir və içində belə kəsiləndə pendir dartılır və çox dadlı olur. Bir növ Kiyev kotletinə oxşayır. Kiyev kotletini bişirmək biraz çətindir, amma bunu rahatdır. Heç nə eləmək lazım deyil, sadəcə bişirəndə içinə belə kotleti formalaşdıranda içinə belə Holland pendiri qoyursunuz, и все. Beləliklə qızlar 5, burada da 6, 11 dənə toyuq kotleti oldu. İçində gördüyünüz kimi pendirlə. Çox gözəl olur. Bir dəfə eləmişdim çoxdan bir dəfə də elədim. İndi uşaqların çox xoşuna gəlmişdi. Və 2 dənə də ət. Burada isə ətin sümüklərini qaynadıram, soğus eləyəcəm. İndi də 2 tavada qızartma eləyəcəm. Birində deməli kök, soğan, sadəcə olaraq xörəkləri, hansı bir xörək pişirirəmsə ona qatmaq üçün. Birində isə kök, soğan, bir də göbələk. Bunu eləyəcəm. Deməli istəyirəm döşətindən ruletlər düzəldim. Bunun üçün qızardacağım. Və indi qızlar biraz da ət kotleti eləyəcəm.
что это ты? С какой вдруг стати? Вы больше не связывались с нашими на пляже? Не отвечают, видимо. 17 tane de et katleti oldu. Bunları belə koyacağım. Buz tutandan sonra bir pakete yığacağım. Bu kanadlardır. Həmişəki kimi marinad edirəm bunları. Və sos, acılı sos. Bu sos ancaq belə şey üçün istifadə edirəm. Və biraz istəyirəm bu dəfə nar şarabdan da. Bu ev turşusudur, amma nar şarab da eləmək olar. Çox dadlı olur. Очень больна, ясно? И если она в ближайшее время не покинет остров, то умрет. Если вы уйдете, случится несчастье. Джим, несчастье. Məndə biraz kartoşka qalmışdı, çox soymuşdum. Onu da xırda-xırda doğradım belə. Bura əlavə elədim. Duz üstü oturdum. İndi isə qapağını bağlayacağım. Qalacaq burada. Burada isə soğan əlavə eləyəcəm və qarışdıracağım. Qəşəng buz tutanacağım, saxlayacağım. Formalara qoyub qoyacağım buzluğa. Qızlar, deməli, həmişə biberləri belə yarımçıq kəsib düzəldirdim. Bu dəfə isə istəyirəm belə düzəldim. Baxın, belə kəsəcəm. Və içlərini dolduracağım. Bura qaynanmış düyü əlavə eləmişəm. Qızartdım, köklə, soğan, bir də ət. İndi biraz duz üstü otu qatacağım. Bu yeməkləri burada düzəldərkən yəqin eşidirsiniz ki, nəsə səslər var. Yenə də bu televizor səsidir. 6 sezonluq bir kinoya baxıram və sonuna çatıram. Çox uzundur deyənə hər kuxnada bir şey eləyəndə baxıram ki, bitsin. Serialdır, fantastika serialdır, amma çox maraqlıdır. Bu serial çoxdan olub. Yəqin hardasa 2008-ci ilin serialıdır, amma çox maraqlıdır, hələ də aktualdır. Капитан послал нас сюда помочь. İndi belə qoyacağım bunu da marazilkaya. Вы что делаете?
Но тут несколько человек все-таки пришли по другой цели. Не Арош, а Амак, profesör. Da. Bunu da böyle doldurdum bunların içini. Koyacağım donsunlar. Biraz da sabaha kraboy salat bişirəm. Onu da bu araya saldım ki sabaha da yemək olsun. Deməli kraboy salata nə qatıram? Kraboy paloçkalar, bir banka kukuruz və qaynadılmış yumru düyü. Və hal-hazırda evdə qalmışdı məndə ev mayonezi, onu da əlavə eləyib, duz, istiot, zövqə görə və qarışdırıram. Na Albina. 2 dənə də skumbriya balığı almışdım. Onları da şimdi istəyirəm təmizləyim, yuyum, doğrayım və marinad edib 2 paketə ayırım, qoyum buzxanaya ki, hər istədiyimdə sadəcə çıxardıb qızartmaq qalsın. Deməli balıq üçün ədviyyat qatıram qızlar. Yaxşı qarışdırıb bir paketə qoyub qoyacağım bunu da buzluğa. İki paket oldu gördüğünüz kimi. Belə yaymışam ki buzu tez açılsın. Burada isə Ayka bizə gəlib biz video çəkəcəyik. Mənim Instagram kanalıma, işimlə bağlı olan kanalıma, Instagram səhifəmi videonun altında sizinlə də paylaşacağım. İstəyiniz olsa keçib baxa bilərsiniz, abunə də ola bilərsiniz. Ayka bizə gəlir və biz 3-4 dənə video dalbadal çəkirik ki, hər həftə bir dənə video ilə paylaşım. Başqa paylaşımlar da edirəm orada. İşimlə bağlı, amma bu videolarımı harda ki özüm danışıram, həftədə bir dəfə paylaşıram. Bu da Emilin ad gündən qalan şarlardır. Onlarla da fikirləşdik ki, biraz bəzəyək ki, bu dəfə biraz fərqli olsun bizim fonumuz. Burada isə Ayka ilə unutmuşuq ki, video çəkirik və biraz başımız söhbətə qarışıb. Oradan-buradan çoxlu söhbətlər elədik və yenə də video çəkməyə davam edəcəyik. Və bəzi mənim izləyicilərim istəyirdi ki, mən işdən paylaşım edim, necə işimi görürəm, necə işdə uşaqlarla işləyirəm və biraz da bu videonu paylaşıram sizin üçün. Покажи лошадку. Вот это лошадка, да. И ставим рядом с петухом. Да, рядом с петухом. Молодец. Берем теперь гуся. Бери гуся. Вот. Где гусь? Это утка же, мы с тобой договорились. А где гусь? Вот это кто у нас? Гусь. Кто это у нас? Гусь. Вставай. Положи на стул. На что? На стул. Молодец, умница. А теперь все собери обратно в ящик. Bu uşağın disqrafiyası var və disleksiyası. Bu isə deməkdir ki, oxumaq və yazmaq çətinliyi var. Ona görə bundan işləyirik. Возьми, значит, Bunun üzərində və другой цвет bir возьми. ay gəlir Красный у нас uşaq уже və был. deyim Давай ki, бери sizə другой цвет. müsbət dinamika var. И я хочу, чтобы ты отметил здесь все буквы К.
Kızlar bakın, bu dəfə deməli belə küftələr oldu. Bunları donandan sonra götürdüm. 2 paket oldu. Bu nədir? Bu o şey qanadlardan hansın ki sousda eləmişdim, qoymuşam belə. Deməli, bunlar kotletlərdir. Bir dəfə önce pişirmişəm. Bu toyuq kotletinin çox dadlı olmuşdu. Bu o soğanlardan ki mən buzlatdım. Qabaq qoyub. Bu balıqdır. Skumbriya balığı, hansını ki təmizləyib, duz istiyorsun, hər şeyini vurub, ədviyyatlarını qoymuşum. Bir paketinin ki biri qalır. Belə. Bu isə ət kotletləridir və bunun içində də gördüyünüz kimi bu dolmadır. İndi isə grillin içində bunlardan istəyirəm bişirim. Görürsünüz necə donub içində ət. Heç yeri tərpənmir. İndi bunları belə düzəcəm. Adi faliqam qalmamışdı. Faliqa deyirəm, kağız qalmamışdı. Ona görə bundan istifadə edirəm. İndi istəyirəm bunları bişirim. Bir də balaca küftələrdən sup bişirəcəm. Bir ikisini gətirib bura qoyacağım. Üstündən də pendir. Biraz bişəndən sonra üstündən tyorkadan Holland pendiri rəndeləyəcəm və üstünə qoyacağım. Belə oldu kızlar, gördünüz, kızaranacağım. Burada bişirdim. Şimdi ise üstüne pendir koyacağım ve 1-2 dəqiqəlik yenə bağlayacağım. Pendir əriyən kimi hazırdır. Bugün biraz tez geldim kızlar işten, akşam 1'de gideceğim ama hələ ki 3 saatim var evdə və buranı istəyirəm yığışdırım. Uşaqlar indi yeyiblər, saxlayıblar burada. Belə qablarım o qədər yoxdur burada, amma istəyirəm buranın içini yuyum və istəyirəm bu fasadları yenə də silim. Həftə içi buralar o qədər ləkə yoxdur. Nə bilim, çay ləkəsi, nəsə belə qarışıq ləkələr yoxdur. Sadəcə olaraq toz da yığılır. Bir şey sonra dağılanda, əski ilə belə silmək istəyəndə tozlar da bütün gəlir ələ. Ona görə istəyirəm ki, indi biraz buramda silim, təmiz olsun. Bugün 5-ci gün olduğundan indi istəyirəm yığışdırım. Emil də bağçadadır ki, sabah içinə qalmasın, sabah biraz istirahət edim. Gracias.
коридоре на шкаф положи. Нормально. Və beləliklə kuxnanı yığışdırıb qurtardım və keçid alıram pəncərələrimə. Bunlar təmizdir, amma sadəcə olaraq istəyirəm üstündən keçim ki, lap təmiz olsun. Çünki gələn həftə bizdə qonaqlar olacaq. Bizə isə bacım qızı gəldi və mən də ondan xahiş elədim ki, 2 dənə piroq pişirsin. Biri pisoçin testadan olan piroqdur, biri də deməli cheesecake piroqudur. Cheesecake piroqunu bizim üçün yeni ildə də bişirmişdik. Çox dadlı alınmışdı. Ona görə təkrar istəyirəm. Bu pisoçin testadan olan piroq isə biz tez-tez bişiririk. Ən birinci bu resepti mən tapmışdım YouTube-da və çox dadlı alınır. Adamın ağzında belə əriyir. Cəmlə olur bu piroq. O da çox dadlı olduğundan məndə də evdə cəm çoxdur. Fikirləşdim ki, qoy etsin. Biraz da bu piroqların dadına baxaq. Вот папа поменял другой. Папа просил, чтобы он поменял это от салата. Давай вместе просим. Давай вместе просим. Давай вместе просим. Чтобы он поменял. Спасибо. Мармин, это как называется? Эмиль сказал, Ялгана не его брат, Лана. Я Чей? сам брат. Нет, нет. Ничей, брат. Ломаешь зачем-то, правильно? Cheesecake'in xəmiri hazır oldu. Onu saxlayırıq biraz xaladelnikdə. Biz isə cheesecake'in içliyini başlayırıq eləməyə. Bunun üçün götürürük 2 dənə tvaroq. Düzdür, burada 2 porsiyadır. 1 porsiya eləyəndə 1 tvaroq lazımdır, 1 paçka. Bura xama əlavə edirik, 3 yumurta və şəkər vanili. Просто
найдем его кунимовки. И Тут заказал курицу в духовке с картошкой. Bu isə pisoçni testanın xəmiridir və gördüyünüz kimi unun içinə yağ qatılır. İndi isə bunu əllə qarışdıracaq, umaç kimi eləyəcək və sonra duru hissəni də bura qatıb bir də qarışdıracaq. Тихо! Die Siegerrang dein Grün gar nicht. Burada balkonumu boşaltmışam, balkondakı şeyləri aparacağım kəndə. Hələ getmirəm, bunları bir dənə yer var, mamagildə orada saxlayacağım, kəndə gedəndə aparacağım. Qızlar, istəyirəm biraz dəyişiklik edək. Bu kravatı yoxsa da dəyişmək istirdik. Atmaq yox, çıxartmaq istirdik buradan. Uşaq balaca olanda və qərara gəldi ki, nəhayət vaxtı gəldi və çox sevinirəm ki, bu buradan gedəcək. Bunu indi buradan yığıb aparırıq. Belən kimi xəmir olur, qızlar çox yumuşaqdır. Ələ yapışmır da. Baxın qızlar, burada nə baş verir? Deməli, kravatı sökmüşük, indi aparacaq. Bunları da istəyirəm buradan götürüm artıq, burada bu qalmasın. Baxım hara, bunu ümumiyyətlə buradan götürəcək. Bunları da götürməliyəm. Əslində bunları hamısını kəndə aparmaq fikrim var. Sadəcə olaraq orada hazır deyil deyənə fikirləşirəm ki, necə eləyim, hara qoyum hələlik. Bu isə Emilin kravatında olan paltarlardır. Hamısını buraya yığmışam, indi onları da yığışdıracağım. Burada isə əməlli başlı iş gedir. Emil balaca olanda buraya yapışdırmışdıq belə kleyli lentlər ki, alnı dəyməsin, başı dəyməsin. Çünki burada bir dəfə qızımın alnı dəyib kəsilmişdi, tikiş qoymuşduq. Hələ qızım çox sakit uşaq idi. İndi isə bunları biraz çıxardırıq. Düzdür, əvvəlki kimi qəşəng alınmır, olmur. Amma ki, nə edək, uşaq daha vacib idi. Bir də qızlar, nə göstərmək istəyirəm sizə. Mən 1 manatlıqdan yeganə bir yerdə idi ki, 1 manatlıqda belə bir orqanayzerlər var. Bundan 20 dənə almışam. Keçən dəfə 5 dənə almışdım. 5 dənə almışdım və çox xoşumuza gəldi. İndi isə yenə 20 dənə almışam. Özdə razmeri, ölçüsü o qədər gözəldir ki, hər yerə yerləşir. Bizim evdəki şkafların ölçüsü ilə düz gəlir. Hər bir şkafımıza uyğun gəlir. Deməli, baxın, bircə nə xoşuma gəlmir, rəngi xoşuma gəlmir, çox narıncıdır, belə neytral rəng olsaydı daha yaxşı olardı. Amma ki, neyniyək, 1 manata daha, 1 manat üçün çox gözəldir və indi açım. Gördüyünüz kimi belə bir içliyi var və qıraqları da içində dəmir var, əyilmir, bu da çox gözəl bir şeydir. Belə bir orqanayzer alındı, gördüyünüz kimi çox qəşəng. Və nə yaxşıdır ki, formasını saxlayır, tam əski kimi deyil, çünki burada dəmir var. Uşaqlara çox almışam. Hər bir şeylərini bura qoyurlar. İndi göstərərəm, 5 dənəsini almışdım, nə iniblərsə. Məsəl üçün, bura oğlumun deməli stoludur. İçindəki polkalar çox dərindir və çox hündürdür. Burada çox şey, nə qədər səliqə saxlasaq da dağılır, çünki böyükdür, ona görə. Baxın necə eləyib, belə eləyirsiniz. İstədiyi kitabı çıxardır, eləyir səliqə ilə və burada biri də var. Burada dəftərlərini qoyub görürsünüz. Belə rahatdır indi uşaq üçün çıxartmağa və yerinə qoymağa. Bunun üçün də hər bir şey maraqlıdır. Rıjik. Rıj. Çox sevirəm bu heyvanları, çünki bunlar hər bir şey başını soxulur, balaca uşaqlar kimi. Uşaqlar böyüsə də uşaq var deməkdir evdə. Belə qızlar. Baxın nə olur.
Ben bir ayarı nasıl babanın cerrahiyesinden görmüştük ya biz ondan. Ha. Ondan anlattım. Bunu. Mama hani diyelim kalkıyor. Ha? Hadi mi? Biyolog anketi. Göster. Mama. Emir Sopa bir biyolog anketini Ben ise kızlar tez bazar bir toyuq götürdüm. Üstüne bütün ədviyyatları atmışam. Ancaq bu qab balaca olduğundan hələ burada qarışdıracağım. Bunun içində. Ne есть для запекания пакеты. Ну да, ну это просто все. Belə qızlar, indi qoyacağım bunu sobaya. Et все. Artıq bu da hazırdır. Bu çok dadlı piroqdur qızlar. Bir neçə dəfə eləmişik bunu. Bu vəbşə bizdə ənənəvi piroq oldu. Adamın ağzında əriyir. Çox dadlı. Скорее всего. Отлично. Мы пришли найти друга Галдин. Надеюсь, вы его найдете. Приятного просмотра. Спасибо. Тарелочку gətir. В аквариуме живут только маленькие рыбки. Jak zачем шумишь? Bunların dərmanları gedir. Qaynardı hələ bu. Наливай чай. Я Смарт. Это моя маленькая сестренка. Ay qızlar, bu hələ qaynardı, ona görə tökülür belə. Soyandan sonra tam öz formasını alır. Bu cem qaynar olduğundan kəsəndə biraz tərpənir, amma soyanda tam yaxşı olur. Heç yerə də tərpənmir, çox da gözəl olur. Катает малыша Александра вокруг. İndi isə qızlar istəyirəm Emil'in paltarlarını biraz yığışdırım. Bir də burada nə xoşuma gəlmir, baxın bu var, bilmirəm nə deməkdir bu. Bir tərəf isə səliqəlidir. İndi istəyirəm bura paltarlarını yığım. Bir də tuşları ayaqqabılarını yığacağım. Yine birini getirdim. Burası şalvarlarımı yığacağım. Burası köynəklərini yığacağım. Belə alındı və qalan paltarlar yer paltarlarıdır. Onları da indi hamısını. Bir də naskilərdir. Ayrı yığacağım onları da. İndi isə keçdim buraları yığışdırmağı, çoxdan da istirdim. Bu koridordakı mənim güzgünün altında olan şkafları yığışdırım. Burada məndə deməli biraz kosmetikadır, biraz bijuteriyadır və bəzi şkaflarda demək olar ki belə çox heç nə qalmır. Çünki hamam şkafını düzəldəndən sonra bəzi şeyləri ora apardım
və boşluqlar qalıb burada, amma səliqəsiz qalıb. Ona görə istəyirəm bugün də buranı da yığışdırım. Kosmetikamdan gündəlik istifadə etdiyimlər hamamdadır, çünki orada çox rahatdır. Amma hansılar ki zapasdadır ya da ki hansısa göz kölgələridir, gündəlik istifadə etmədiyim bir şeylər burada qalıb. Və gördüyünüz kimi bu ən aşağıdakı şkafda zontiklərdir, nə bilim lazımsız bəzi şeylər adam arada tələsəndə qoyur və fikirləşir ki sonra götürərəm, elə də qalır. Buna mütləq ayrıca vaxt ayırıb oraları səliqəyə salmaq lazımdır və nəhayət ki mən də bu vaxtı ayırdım və çox sevinirəm buna. Bakın kızlar, ne güzel alınıb. Bakın ne güzel alınıb kızlar. Çok süper. İndi yiyeceğim, dadına da bakacağıq. Keçən dəfə peçendən eləmişdi altını, bu dəfə isə xəmirlə. Video çəkirdim. Josep. Buraları yığışdıranda zaryadkam bitmişdi. Burada bijuteriyalarım var. Burada kosmetikamın yarısı ve oklar. Burada ise kistoçkalar ve pomadalarım ve karandaşlarım. Burada ise belə bəzi zontiklər, nə bilim uşağım. Mulni buzerləri vermirəm, hər dəfə dağıdır, amma hərdən istəyəndə verirəm. Burada isə aptečkanı bura gətirdim. Burada da aptečkadır və burada isə salfetkalar, nəm, quru uşaqlar üçün çantalarına qoymağa. Beləliklə qızlar,
Buranı da yığışdırdım. Burada isə belə xırda-xırış şeylər var. Və istəyirəm sizə göstərim burada necə oldu. Burada boş oldu televizorun altı. Bu indi uşağın iqruşkalarıdır. Bunlar heç. Bunları gərək gözləyim ki, o böyüsün, sonra yığışdırım. Düzdür, biraz bunları yığışdıracağım. Çox şey var burada. Əslində bu həmişə balkonda olur. Axırıncı vaxtlar gətirib onu balkona da aparmağa qoymur məni. Və ona görə belə bir şəkil alınır bizdəki. Hamısı iqruşkalar buradadır. Amma yenə də dediyim kimi bunları yığışdıracağım. Amma ev daha geniş oldu. Buranı belə götürəndən sonra və götürüb neynədik? Götürüb onu bu tərəfə qoyduq qızlar, komod kimi. Belə kravatı yoxdur artıq, amma bu ikisi hələ qalıb. O tərəfdəkini, ümumiyyətlə bunu da kənddəki evimiz hazır olanda hamısını ora aparacağım. İndi sadəcə onları çıxardıb qoymağa yerim yoxdur və harasa tuğlamağa əlim gəlmir. Çünki demək olar ki, yenidir, sadəcə olaraq bizim bu evimizə uyğun deyil, dəyişmək istəyirəm. Mən ağ mebel xoşlayıram, ağ mebel seçirəm hər yerə və bunlar qalıb belə köhnədən. İndi bunları da biraz da burada qalacaqlar. Ümid edirəm ki, bir yarım ilə bunlar da kənd evimizə köçəcək. Orada çox yaxşı görünərlər, çünki otaqlar daha geniş, daha böyükdür.